mən deyərəm ki, hicab bir xanımın qalxanıdır. Hicaba keçməyimi demək olar ki, bir günün içində qərar vermişəm. Bir günün içində. Dərzi deyəndə biraz mənə acıq gəlir. Dərzidir də, yəni. Şəxsi həyat barədə ümumiyyətlə danışmağı sevmirəm. Mən Azərbaycanda The Fashion Academy-nin qurucusu, modelyer konstruktor Mənzər Zəkizadə incə xətt layihəsindəyəm. Mənzər Zəkizadə kimdir? Mənzər Zəkizadə deyəndə belə təsvir yaranır ki, ancaq sənətini sevən biri. Siz dəbi diktə edirsiniz. Necə bacarırsınız bunu? Yəni, əgər bir insan bir işi, bir peşəni, bir sənəti sevirsə, mən elə bilirəm ki, o sevgidən irəli gələrək, yəni bu uğurla, yəni yüksəkliyə doğru, yəni o istəsə də, istəməsə də davam edir. 20 ildən artıq da bu sahədəyəm, yəni dəb, moda sahəsində konstruktor kimi fəaliyyət göstərirəm. Amma məsələn 10 ildir artıq mən hicabdayım. Demək olar bu 20 ildən artıq olan, yəni işimin, peşəmin 10 ildən artığını arxada qoyub, qalan 10 ilini demək olar ki, sıfırdan başlamışam. Artıq mən hicaba keçəndə demək olar ki, ondan öncə gördüyüm işlər, ondan öncə gördüyüm məsələn fəaliyyətlər, yəni görüntü baxımından, onlar artıq qaldı. Yəni artıq hicabdan sonra tamamilə başqa bir insan, tamamilə başqa bir üz, başqa bir sima və başqa bir, belə deyək, mücadilə. Və şükürlər olsun bu günə ki, yenə də ondan da artığını əldə eləmişəm, ondan da artığını qazanmışam. Yəni əsas burada ya bağlı, ya hicablı, ya açıq fərq eləməz. Əsas sənət öz sözünü deyir. Ümumiyyətlə, necə oldu bağlanmaq qərarına gəldiniz, əgər sir deyilsə? Yox, sir deyil. Yəni bu məndə sir deyil. Çünki belə deyərəm ki, hicab mənim ən sevdiyim, yəni həmişə istəmişəm ki, hicabda olmaq. İstəmişəm bunu, amma qorxmuşam. Çünki sahəm, işim elə bir sahə iş olub ki, yəni modanın içində nailiyyətlərim, uğurlarım, işim, yəni tanınmağım, belə deyək. Amma hicab həmişə fikirləşmişəm ki, yəni mən hicaba keçsəm onu daşıya bilərəmmi? Amma həmişə fikirləşmişəm daşıya bilmərəm. Amma mən onu hicaba keçməyimi demək olar ki, bir günün içində qərar vermişəm. Bir günün içində. Ki, yəni belə sir deyil danışım. Yəni bir səhər işə gedirdim, belə deyək. Səhər, yəni səhər yeməyini yeyərkən heç kim yox idi. Tək idim evdə. Və birdən nəsə mahnı, yəni belə səsləndi və mən o Allahın adına olan mahnı ilə yəni oturdum, çayımı içib tam bitirə bilmədim. Məni ağlamaq boğdu və başladım ağlamağa ki, yəni əgər belə bir söz var ki, Allah istəsə, sən hər bir çətinliyin öhdəsindən gələ bilərsən. Yəni bunu edə bilərsən. Və belə qərar verdim ki, mən keçəcəm hicaba. Gəldim işə, işdə elə bir iş yoldaşım var idi. O hicablı idi, xanım, yəni Elnurə xanım. Mən ilk ona dedim ki, bəs Elnurə, mən hicaba keçəcəm. Bu həftə 5-ci gün hicaba keçəcəm. Söhbət 1-ci gündən gedir. 5-ci gün gəldi və mən onunla getdim hicab dükanına və orada da aldım hicab. Halbuki mənim bir geyimim belə yox idi hicaba aid olan. Ki, sən bu işin içindəsən, moda içindəsən, bütün günü göz önündəsən və sən birdən-birə buna qərar verirsən. Heç bir, yəni, heç nə fikirləşmədən.
Və o dükandan da hicab bağladım. Çıxdım, qış ayı idi. Ətrafınız necə qəbul etdi? Yəni onu demək istəyirəm, onda sosial şəbəkələr təzə açılmış, təzə bir Instagram demək olar. Çox az təzə vaxt idi. Az adam var idi məsələn. Orada ilk bağlandım. Dükanda da bir şəkil paylaşdım. Post paylaşdım hicabla. Və gecə saat demək olar 4-ə qədər mənə zəng gəldi ki, Məzar xanım, siz həqiqətənmi hicaba keçmisiniz, ya prosta görüntü olsun, moda olsun deyə, yəni bağlamısınız bunu? Çətinlik törətmir sizə hicablı olmağınız? Xeyr, deyərəm ki, xeyr. Yəni sadəcə çətinliyi olub ki, açıq olduğum haldan bağlı halda çox fərq olduğuna görə belə, yəni bizdə tədbirlər, moda üzrə işinə əlaqədar, yəni orada biraz ki, belə bir. Amma başqa bir çətinlik, mən deyərəm ki, hicab bir xanımın qalxanıdır. Bəs dəb mütəxəssisi olmaq hardan ağlınıza gəldi? Siz də uşaqlıqda gəlinciklərə geyimlər tikirdiniz, şəkillər çəkirdiniz, geyim şəkilləri? Yoxsa təsadüfən, olur da insanda təsadüfən gəlir hansısa bir sahəyə? Yox, məndə təsadüfən olmayıb. Mən uşaqlıqdan demək olar ki, 4 yaşından rəsm çəkirdim özdə. Sulu boya, yağlı boya, yəni ağlı başlı. Nə bunun təhsilini almamışdım, nə dərsini almamışdım, yəni heç bir şey. Sadəcə, yəni bu məndə sevgi idi, var idi. Yəni əlimdən alırdılar, dərsimi oxuyurdum. Hal-hal elə bir vəziyyətdə ki, mənim heç bir dərsim qalmasın ki, mənə valideynlərim deməsin ki, yəni dərsin qalıb, sən rəsm çəkirsən, yəni şəkil çəkirsən. Belə bir, bundan sonra artıq şəkillə, belə deyək, qane olmadım. Bunu keçirtdim geyimlərə. Geyim, kuklalar, kimisə məsələn uşaqlar kuklaya geyim tikəndə, mən kuklalar tikirdim hazır. Yəni indi uşaqlar var. Artıq mən 13 yaşında valideynlərim məktəbimlə bərabər məni usta yanına qoydular ki, məndə o qədər sevgi var idi buna. Usta yanına qoydular ki, yəni əgər bu varsa, bu istək varsa, dərslərini vaxtında eləyirsənsə, yəni sən bununla da rahat şəkildə məşğul ola bilərsən. Artıq mən 14 yaşında məndə müştərilər var idi ki, mən onlara, böyük insanlara geyim hazırlayırdım. Sizin kimi mütəxəssis olmaq üçün hansı keyfiyyətlər olmalıdır? Mən deyərəm ki, ilk növbədə yəni Allahdan gələn belə bir fitri istedad var deyirlər ki, məsələn, kimsə musiqiçidir, kimsə rəssamdır, kimsə geyim mütəxəssisidir. Yəni bu insanda sən istəsən də, istəməsən də bu uşaqlıqdan baş qaldırır. Yəni ilk növbədə bu olmalıdır. Amma gəlin razılaşaq ki, o qədər fitri istedadı olmayanlar var ki, bugün məşhurdular. Çox əfsuslar olsun ki, yəni bugün Azərbaycanda bunu demək biraz kimlərinsə ünvanına səsləndirməyək, amma bəli, yəni bunun istedadçısı çox azdır bizdə. Necə deyək, məsələn, rəssamlar ki, hansı ki adlandı, tək-təkdir. Elə də bu, yəni bu sahədə yəni sənətdir. Sənətdən əlavə, məsələn, bu sahə belə bir çətinliyi var ki, məsələn, üzdən baxanda çox asan görünür. Çox asan səslənir. Belə bir Azərbaycanda ümumiyyətlə belə bir səslənmə var. Dərzi. Belə sıradan. Partnixa. Bəli, 5 kəlmə. Əgər Sovet dövrünə qayıtsaq. Hə, dərzi. Yəni dərzi deyəndə biraz mənə acıq gəlir. Dərzidir də, yəni. Və yaxud da gəlib müraciət edirlər məsələn ki, bu geyimi hazırlamaq nə var burada? Yəni onda düzdür, qəbul eləyirsən ki, ondan ümumiyyətlə bir məlumatı yoxdur. Ona görə elə səsləndirir onu. Amma elə deyil. Həqiqətən bu sənətin çox çətinlikləri var. Həm istedadın olmalıdır, həm bilgin olmalıdır, həm riyazi bilgin olmalıdır, həm sənət baxımından sənətkar olmalısan. Bu səndə bu bacarıq mütləq olmalıdır. Bugünkü əhalininmi,
deyim, cəmiyyətinmi deyim, dəb zövqü qane edirmi sizi? Çox açıqlığa üstünlük verirlər. Yəni dəbdə çox açıq olmaq dəb demək deyil. Gəlin razılaşaq ki, hicablı xanımlar üçün bəzən hicaba əlavələr olunur, hansısa dəb, aksesuarmı deyim buna və yaxud toxunuşlarmı deyim buna, yəni əlavələr olunur da. Buna necə baxırsınız? Əslində mən buna normal baxıram. Yəni onun öz belə deyək, insan dəblə, geyimlə özünü ifadə edir. Mən belə fikirləşirəm. Ümumiyyətlə mən geyimə yenə deyim, sənət kimi baxıram. Sənət əsəri kimi baxıram. Ona görə bəlkə bu sualı mənə vermək belə deyək də mən tərəfdən bir sənətkar kimi cavab alınır. Normal insan kimi baxmaq da bəlkə insanlar biraz başqa fikrə düşə bilər. Amma mən buna normal baxıram. Yəni ola bilər. Yəni bu sizin fikrinizdir. Bəli, ola bilər. Yəni o yenə deyirəm, hər insan geyimi ilə özünü ifadə edir. Mənzər xanım, ilk tikdiyiniz geyim yadınızdadırmı? Bəli. Bəli. Neçə il əvvəl olub bu? İlk tikdiyim geyim atamın anası nənəmə olub. Yəni o vaxtda da belə deyək, geyimlər mən uşaq idim. Səhv eləmirəmsə 3 Şirvan vaxtı idi. Belə deyə Şirvanla deyək də o vaxt belə səslənirdi. Yəni ilk müştəriniz nənəniz olub? Nənəm olub və o mənə ödənişi 6 Şirvan göndərib. Tam demək olar pensiyasını göndərib mənə və onu geri qaytarmamı da məsələn atama dönə-dönə tapşırıb ki, onu özünə tamamilə özünə xərcləyəcək. Və elə də olub. Atam və da elə də nənəm düşərli oldu sizə. Bəli. Yəni Demək ki, inanırsınızmı belə şeylərə? Bəli, bəli. Mən bu gün öz tələbələrim də bilir bunu. Məsələn, yüzlərlə bəlkə belə deyək də saysız tələbəm kim olur olsun fərqi yoxdur. Onlar bu gün onu təsdiqləyə bilər ki, mən elə bir tələbəm yoxdur ki, onu ona deməyim. Yəni onu ona tapşırmayım ki, ilk işini mütləq qarşılığını belə deyək, almalısan. Mütləq əziyyətin haqqını almalısan. Sonuncu dəfə Mənzər xan kimə geyim tikib? Sonuncu dəfə mən bəlkə 5 ildən çox olar, 6 ilə yaxındır ki, maşına oturmuram. Amma bu günlərdə belə bir vəziyyət gətirib, məndən xahiş eləyib. Məsələn, ana dediyim insan, ikinci anam demək olar mənim ən sevdiyim yəni insandır. Mən ona bugün nəvəsinin toyu olacaq. Alim Qasımovun yoldaşı Tamilə xanım Aslanova. Mən ona 2 geyim tikirəm. Allah sağ versin, salamlayırıq. Dəyərli sənətkarımızın həyat yoldaşına. Sizin üçün geyimin çərçivəsi varmı? Siz hicablı xanımsınız, amma açıq geyimlər, yəni kimsə gəlirsə, təklif eləyirsə, istəyirsə ki, Mənzər xanım mənim üçün belə bir geyim tiksin. Sizin reaksiyanız necə olur? Yox, məndə belə bir sərhəd yoxdur. Yenə deyirəm, mən işə, geyimə sənət kimi yanaşıram. Dəyər verdiyim Fəxriyə Xələfova müsahibələrinin birində belə bir cümlə işlədib. Mənim geyimlərim mənim ölçülərimə hazırlanır. Yəni mənim bədən ölçülərim üçün hazırlanır. Sizdə necədir bu? Yox, bizdə belə deyək, artıq 10 ildən demək olar artıqdır ki, mən məktəb, akademiya kimi fəaliyyət göstəririk. Demək olar, mən artıq 10 ildən artıqdır ki, ancaq dərs deyirəm. Yəni bunu təbliğ eləyirəm, öyrədirəm konstruksiyasına. Yəni modelyerləri. Modelyerləri, bəli. Artıq məndə bizdə akademiyada belə deyək, peşəkar modelyerlər yetişir ki, hansı ki bu gün bəlkə 50-dən çox mod evi var Bakıda, məşhur mod evləri ki, fəaliyyət göstərirlər. Yəni bunların adları da məlumdur, özləri də məlumdur, işləri də məlumdur. Yəni mən onlarla fəxr edirəm. Maraqlıdır. Mənzər xan şəxsi həyatda bacarıqlı ev xanımıdırmı?
Yəni təbii ki, bunu mən bu gün nəsə bu barədə nəsə desəm, yəni o uje biraz məndə özünü tərifləmiş kimi çıxır. Təvazökarlıqdan çıxmış oluram. Yəni mən biraz şəxsi həyat barədə danışmağı sevmirəm deyək. Niyə? Çünki sizin haqqınızda mən araşdırma apardım. Ümumiyyətlə şəxsi həyatınız barədə heç bir cümləyə rast gəlmədim. Niyə? Yəni sevmirəm deyək. Sadəcə sevmirəm. Yəni mən şəxsi həyat dedikdə Amma tamaşaçılara maraqlıdır. bilirəm, amma belə deyək də, yəni bu şəxsi həyat deyək də mən bu barədə fikir bildirə bilərəm. Məsələn, bugünkü cəmiyyətdə olan problem, çox problem mənim üçün budur. Ki mən bunu problem kimi görürəm ki, hər kəsin artıq heç kimin şəxsisi qalmır. Yəni hər kəsin yəni adi elementar bir belə deyək, çayı da, kofesi də, yeməyi də, hər şey ortalıqdadır belə. Mən də bunun tərəfdarı deyiləm deyək və onu öz üzərimdə tətbiq edirəm. İndi biz bu gün sizin şəxsi həyatınızla bağlı heç nə danışmayacağıq da. Xeyr. Yəni mən sevmirəm deyək. Şəxsi həyat barədə ümumiyyətlə danışmağı sevmirəm. Ümumiyyətlə həyatda da mı beləsiz, yoxsa ancaq kamera qarşısında? Yox, mənim ən yaxınlarım belə. Məsələn, ətrafımda olan illərdir məni tanıyan, məsələn, yaxınlarım, işçilərim var, məsələn, tələbələr var, çox yaxınıq. Amma belə deyək də, ailəm haqqında demək ki, məsələn, oturub belə danışdığımı görməyiblər. Məsələn, şəxsi həyat barədə ümumiyyətlə tək ailədən söhbət getmir. Bayaq dediniz ki, sevmədiyim məqamdır insanların özəllərini açması. Daha nələri sevmirsiniz? Ümumiyyətlə, mən ona belə qarışmağı sevmirəm. Deyək ki, yəni bugün fikir barəsində deyə bilərəm ki, hə, sevmirəm. Amma heç kimin də şəxsi həyatı məni maraqlandırmır, belə deyək. Biraz belə o barədə maraqsız insanam. Bu həyatda Mənzər xanımın itirdikləri çox olub, yoxsa qazandıqları? Şükür Rəbbimə. Yəni şükür Rəbbimə. Yəni o bu gün mənim qazandığım sevgilər yəni hədsiz dərəcədədir. Hədsiz dərəcədə ətrafımda o qədər məni sevən insanlar var ki, hədsiz dərəcədə. Yəni mən bundan ürəyim belə dolur sevgidən, yəni o dərəcədə ki, yəni onu izah eləyə bilmirəm. Ümumiyyətlə sevgi varmı həyatda sizcə? Bəli, əlbəttə ki, var. Var. Və Mənzər xanım sevgini nədə görür? Yəni mən sevgini hər bir şeydə görürəm. Məsələn, adi evdə məsələn 3 dənə pişiyim var. Onlara belə sevgim. Məsələn, papuqaylarım var, onlara belə sevgim. Yəni adi elementar məsələn hər bir şeydə güllərim var, adi. Mən ən xırdasından götürürəm məsələn də belə deyək, adi belə balaca tumurcuqdan çıxmış çiçəyə belə olan sevgi mənim üçün böyük sevgi deməkdir. Hər bir şey. O qaldı, o gedir məsələn övladların, ailən, valideynlərin, qardaşların, yəni belə davam eləyir ətrafın. Siz İncə Xətt layihəsindəsiz. Dəbi diktə edən Mənzər Zəkizadənin həyatından hansısa incə xətt keçibmi? Deyə bilərsinizmi? Yox, qoy o da sirk az. Təşəkkür edirəm sizə. Buyurun.